Hə, məhəllə uşağı. Necə çıxdı? Əllərinə sağlıqlar. Ay maşallah olsun, tərtəmiz. Gül kimi, həqiqətən tərifə layiqdir. Sağ ol mənim qardaşım. Allah səni var eləsin. Allah köməyin olsun. Allah sənin köməyin olsun. Hə. Sağ ol, Allah sənə razı olsun. Mən sənə razıyam. Həri, sağ ol, çox sağ ol. Tərtəmiz oldu. Qoz nə idi mənim qardaşım? Qoz yerinə düşüb. Ya bu indi yeməyəcəm. Yağı tökəndə qozdan yeyəcəm. Türkün məsəli. Hə, deməli qardaşsan, qardaş həmi qonşudur, həmi də məhəllə uşağıdır. Həm də ki, uşaqlıq dostum. Ay, sağ ol. Həmi də uşaqlıq dostumdur. Əsas dostumdur, qardaşımdır. Allah səni var eləsin, Allah ömrünü uzun eləsin. Deməli, motorun yağ filtri dəyişildi. O pulsuzdur, qardaşım. Deməli, hava filtri də dəyişildi, o da pulsuzdur. Zəhmət haqqı da pulsuzdur. Motorxananın da yuyulmasıdır, təmizlənməsidir, parla, o da pulsuzdur. Yəni pula hesablamıram da. Pul verməm, da çıx gedirəm. Ya, sağ ol, var ol. Deməli, qardaş 5 litrlik yağ istədi. Dedi, yağ azaltması var Prius'da. 5 litrlik götürdü. Qardaş mənə cəmi 65 manat ödəyəcək. 3 manat da nəyin puludur? Əlavə dedi ki, parlaqlıq olsun. Satdıqda belə açıq deyim sizə, başqa bir şey var idi. Nə idi onun adı? Parladıcı, belə deyək də. Ona əlavə özü aldı. Amma yenə də parıldayırdı motorxana. Mən təmizləmişdim, yaxşı idi. İndi inşallah Atlantik yağımızı da maşında istifadə edəcəyik. Yəni açıq deyim qardaşlar, yəni ki, valla tərifləməyə ehtiyac yoxdur. Həqiqətən də yaxşı yağdır. Çox necə deyim, tərifə də ehtiyacı yoxdur yağın. Yəni istifadə edənlər yəni özləri bilirlər, yəni nə cür yağdır. İndi inşallah yağı da tökəndə inşallah çəkiliş edəcəyik. Əsas bundan yeyə, qozdan.